bağlı bir mətin idi keçən il. Aha. Başlayırıq. Yenə gəlmə mətnidir. Bu dəfəki mətnimiz. Deməli, gəlmə. Buraların gözəl təbiəti bir tərəf dəli kürə, o biri tərəf uca dağlara gedib çatan, düzləri Məmmədi getdikcə bu yerlərə daha çox bağlayırdı. Hər evdə divardan silahla yanaşı, sazın da asıldığını görən Məmməd qəriblik və tənhalıq günlərini unutmaqdaydı. Köhnə adət-ənənələrlə yaşayan qıraq kəsəmən cəmaatı da ona göz qoyurdu. Ədəb ərkən gözləyən, böyük-kiçik yeri bilən bu gəncdən şikayətləri yox idi. Bununla belə, kənardan gəlmə adama inanmaq istəmirdilər. Kənd sakinlərinə görə belə adamların əsl nəcabəti, ağıl kəmalının dərin dayazdığı bilinmir. Burada məskunlaşdığı vaxtdan indən artıq keçmişdi. Buna baxmayaraq, hələ də gəlmə adlandırılması Məmmədə ağır gəlirdi. Deməli, uşaqlar, burada yəqin ki, yenə sözlərin mənalarını istəyəcək. Baxın, 397-ci sual elə mətndə üzərində işləyirəm. Obrazlı ifadələr deyir. Bax, burada diqqətli olun. Şərti adam kimi oxuyun. Obrazlı deyirsə, söhbət məcazi mənadan gedir. Məcazi mənadan. Yəni, siz hər bir sözü məcazi qarşılıqla əvəz eləməlisiniz. Bax, bu üç sözün üçündə. İnanmaq. İnanmaq sözünün qarşılığı bel bağlamaq. Ən rahat mənası. Yəni, mən sənə bel bağlaya bilmirəm. Yəni, inana bilmirəm anlamdadır. İnanmaq bərabərdir bel bağlamaq. Məskunlaşmaq, yurt salmaq. Çünki salmaq ilkin mənasını itirir orada. Yurt salmaq məcazidir. Naümid də ümidsiz deməkdir. Amma sən ümidsiz yaza bilməzsən. Çünki ümidsiz birincisi həqiqi mənadadır. İkincisi, naümidlə ümidsiz qarşılıq ola bilməz. Çünki eyni sözdür, kökləri eynidir. Ona görə yazırsınız çarəsini itirmiş şəkildə. Ya da ruhdan düşmək, ümidini kəsib, ümidini itirərək, çarəsiz halda, çarəsiz qalıb. Çarəsiz halda da məcazi olmur. Ona görə çarəsiz qalıb yazmaq olar. Ruhdan düşüb, ümidini kəsib. Belə. İnanmaq, bel bağlamaq, məskunlaşdığı, yurt saldığı, naümid, ümidini kəsib, ümidini itirərək, ruhdan düşmüş, çarəsiz qalmış. Bu şəkildə. Çarəsiz necə? Çarəsiz vəziyyətdə. Bəli, çalışın onu feil kimi yazın da, yəni frazoloji birləşmənin içərisində yazın. El olanda. Çarəsiz vəziyyəti məcazi götürməyəcək. Yəni, obrazlı düşünmürəm ki, götürsün. Yəni, o artıq yoxlayan müəllimdən asılı olaraq biraz dəyişir. Yəni, bal verə də bilər, tam bal verə də bilər, verməyə də bilər. Yəni, yazmaq riskli. Onu sizin bir işinizi, yəni ən azı 2 müəllim yoxlayır. Yəni, bir sual. Yəni, məsələn, mən verirəm 0,5, başqa müəllim də 0,5 verərsə, o zaman 0,5 yazılır. Amma mən 0,5 verdim. Bəlkə başqa müəllim 1 verdisə, o zaman 3-cü müəllimə göndərilir. Həmin müəllim 1 versə 1, 0,5 verilsə 0,5. Yox, o da versə artıq 3-də 2, onda göndərirlər 4-cü müəllimə. Beləliklə son nəticəyə gəlirlər. Hətta bəzən belə mənim tələbəmin birinin başına gəlmişdi. 0 yazmışdılar, 0 yazmışdılar. Amma aşağıda qeyd var idi ki, yəni mübahisəlidir. Yəni mübahisəlidir, bal verə bilmək qərarına gələ bilməyiblər ki, neçə bal versinlər. 0 yazıblar. Yəni o artıq bilirsiniz nədir? Sən bunu apellyasiya verə bilərsən, əgər özünü müdafiə edə biləcəksənsə. Qərara gələ bilmədikləri halda 0 bal yazdıqları olub, apellyasiya verib bal almış da uşaqlar var. Yəni keçən il ingilis dili fənnindən bir sualını mənim bir tələbəm apellyasiya verib qaldırmışdı. Yəni olur elə. Baxırlar. Apellyasiya baxılır. Aha. Deməli, buna baxmayaraq hələ də gəlmə adlandırılması Məmmədə ağır gəlirdi. Heç kəsin gözləmədiyi bir təsadüf Məmməd üçün müşkül görünən bu məsələni həll etdi. Nə bilim, nöqtələrin yerinə
uyğun gələn, məzmuna uyğun fikir yazmaqla cümlələri tamamlayın. Yəni, heç kəsin gözləmədiyi bir təsadüf Məmməd üçün müşkül görünən, yəni həll edilməsi mümkün olmayan müşkül, bu da 5-ci sinif sözlərinin içərisində var. Məsələni həll etdi. Gəlmə də bilirdiniz də, başqa ölkədən gələn, başqa yerdən gələn məskunlaşan şəxs. Yazın axır ayı idi. Kəndin at yığları və camış sürüləri xeyli vaxt idi ki, Kür qırağına köçürülmüşdü. Köç arabaları isə indi Kür sahilinə tökülürdü. Kürdən keçmək üçün hamı növbə gözləyirdi. Yazda həmişə selli sulu olan Dəli Kür bu günlərdə də aşıb coşurdu. Suyun axarı boz dağların dibini qazıyır, təpələri uçurub göyə fışqırırdı. Görürsünüz, aşıb coşurdu yazmaq olur, çünki göyə fışqırır su. Qız gəlin yarğanın başında dayanaraq Hatəm ağanın bu taydan o taya fınxıra-fınxıra üzən ilxısına tamaşa edirdi. İlxı üzə bilərmi? Məcazi mənadadır, poetik funksiyadadır. 100% bunun soruşacaq bunu açıq suallarda. Qaşqa Madyan öz qulunu ilə sahilə çatmağa çalışırdı. Gülpəri onları gözdən qoymamaq üçün çayın kənarı ilə bir-iki addım irəli getdi. Elə bu məqamda onun ayağı sürüşdü. Müvazinətini itirən qız lal suların qoynuna düşdü. Lal sular mı? Burada biraz problem var deyə düşünürəm. Çünki burada aşıb coşurdu, birdən də lal su dedi. Çünki fışqırırsa necə laldı su? Yəni bununla da bağlı məncə sual gələcək. Qızlar haray-həşir qopardılar. Hər iki sahildən cavan oğlanlar, qoçaq kişilər özlərini çaya atdılar. Onların arasında Məmməd də vardı. Özünü kürə vuran adamlar gah suyun altına cumur, gah da suyun üzünə qalxıb axarı yoxlayırdılar. Gülpərinin sağ qalmasına ümid getdikcə azalırdı. Onu axtaranların çoxu naümid sahilə çıxmışdı. Təkcə Məmməd gözə dəymirdi. Onun da boğulub batdığını güman edirdilər. Amma zaman bir balası olan qız atasının gözləri dolmuşdu. Bir yerdən sıxsa 1000 yerdən tökərdi. Bu zaman xeyli aşağıda Gülpərini sudan çıxarıb sahildə göyotların üstünə qoyan oğlan hamının diqqətini cəlb etdi. Bu Məmməd idi. Atanın bayaqdan bəri güclə saxladığı göz yaşları selə döndü. Qıraq kəsəməndə Məmmədə münasibət dəyişdi. Kəndin cavanlarından onunla oturub durmaq istəyənlər, qardaşlıq eləmək arzusunda olanlar çox idi. Yaşlılar isə onu hörmətlə oğul deyə çağırırdılar. Vaxt keçdikcə cəmaət onun yeni bir mərdanəliyinin şahidi olurdu. Məmmədin gəlmə olduğunu daha kimsə xatırlamırdı. Aha, gəldik, çıxdıq 391-ci mətnə. Bu da maraqlı mətndir. Bu da mən bilən qəbulların birinə düşmüşdü, ancaq hansı qəbul idi xatırlamıram. Neçənci ildir, daha doğrusu onu xatırlamıram. Gəldik, çıxdıq 391-ə. Bu tip suallar buraxılışın ulduz suallarıdır. Yəni ən çox istifadə elədikləri tipdir. Baxırıq. Deyir, Məmməd kənd cəmaatının etibarını qazanmaq üçün Gülpərini xilas edir. Deməli, bu uşaqlar yanlışdır. Yəni, Gülpərini həqiqətən xilas etmək istədiyi üçün xilas edir. Yəni, sırf kənd cəmaatının etibarını qazanmaq üçün dərdən qabıqdan çıxmırdı ki, cəmaatın yəni gözünə girmək üçün eləmirdi də, belə deyim. Yəni, Gülpərini həqiqətən xilas etmək istədiyi üçün xilas edir. Ona görə bir yanlışdır. Kənd sakinləri Kür qırağına sürülərdən daha gec gəldilər. Bəli, birinci sürülər tökülür, sonra cəmaat tökülür. Çünki bax burada sürüdən danışır. Deyir ki, fınxıra-fınxıra gəlirdilər. Zat belə bir şey vardı. Hə, burada atları zadları gəlir, sonra adamlar gəlir. Doğrudur da. Doğrudur, doğrunun doğru yazılması doğru. 3-də deyir ki, qıraq kəsəmən sakinləri heç bir halda gəlmə adama etibar etmədilər. Heç bir halda etibar etmədilər. Fikri yanlışdır. Yəni, Məmmədə inanırdılar, güvənirdilər, amma adı gəlmə qalmışdı yazığın. Yanlışdır, yanlış yazılması doğrudur. 2-ni götürdüm, 3-ü götürdüm. 2-ni 3-ü götürən kimi biri də atmışdım. Cavab 7. 4-də Gülpərini xilas etməyə çalışanların əksəriyyəti son ana qədər axtarış davam etdi. Səhvdir. Çünki burada onu axtaranların çoxu naümid sahilə çıxmışdı yazıb. Yanlışdır, yanlış yazılması doğrudur. 4-ü götürürük. 5-də deyir, Məmməd kənd sakinlərinin ilk vaxtlar ona olan münasibətinə önəm vermirdi. Yanlışdır. Xətrinə deyirdi axı. Deyir, Məmmədə ağır gəlirdi. Ehtimala yazılması yanlışdır. Hatəm ağa kəndin ən böyük ilxısına sahibidir. Biz bunu bilmirik. Hatəm ağanın bu taydan o taya fınxıra-fınxıra üzən ilxısına tamaşa edirdi yazılıb. Amma day ən böyük onundur, yoxsa onun deyil, bilmirik. Ehtimaldır.
Ehtimal da ehtimala yazılması doğrudur. 2, 3, 4, 6 cavab olur Y variantı. Sonra gəldik 392. Genişləndirə bilən cümlələr. Mətnin tərkib hissələrini müəyyənləşdirib sonra yazırıq. Məsələn, deyir, bilmək olmur ki, bu gün ya sabah onun izinə düşüb ardınca kim gələcək? Bunu bilsiz hara yazırlar? Deyir ki, kənd sakinlərinə görə belə adamların əsl nəcabəti, ağıl kamalının dərin dayanıcılığı bilinmir. Bilmək olmur ki, bu gün ya sabah onun izinə düşüb ardınca kim gələcək? Biz bunu bura yaza bilərik, düzdür? Bu hissədə düşür girişə uşaqlar. Baxın, hər dəfə deyirik ki, birinci abzas girişdir. Burada maraqlısı bilirsiniz nədir? İlk iki abzas, yəni bu hissələr girişdir. A-nı yazdıq girişə. Deyir, onun əvvəldən də musiqiyə və sözə bağlı şair qəlbi öz istədiyini bu diyarda tapmışdı. Orada deyir, Məmməd qəriblik və tənhalıq günlərini unutmaqdaydı. Çünki hər divarda saz asılmışdı. B-ni də girişə yazırıq. A, B-ni girişə yazan kimi cavabım çıxır ki, Y variantıdır. Y variantıdır. Gəlin, baxaq digərlərini yoxlayaq. C-də deyir ki, qara əcəlin onun yeganə yurtçusuna mərhəmət göstərəcəyinə inanmaq çətin idi. Qara əcəlin bu qızın ölümə olan hissəsidir. Yəni ölmürük. Yəni fikirləşirlər ki, Gülpəri öləcək. Bax o hissəyə aiddir. O da əsasa düşür. Çünki nəticə bir dənə budur bax. Nəticə bir dənə budur. Amma buralara bir yerlərə yazılacaq C. C buralara bir yerlərə yazılacaq. Y-də deyir ki, D-də deyir ki, arabir bədxahlar tapılsa da onların ağzını yumanlar daha çox idi. Baxın, məsələn, burada deyir, oğul deyə müraciət edirdi. Vaxt keçdikcə cəmaət onun, yəni bir mərdanənin şahidi olurdu. Məmmədin gəlmə olduğunu daha kimsə xatırlamırdı. Arabir bədxahlar tapılsa da onların ağzını yumanlar daha çox idi. D-ni nəticəyə yazırsınız. Y-də də deyir ki, Ceyran çölün otu bozarsa da hələ yataq yerləri, qışlaqlar xam idi. Bu şeydən danışır. Çayın kənarında zada otururlar. Bax, burada deyir, təpələri uçurub göyə fışqırırdı. Ceyran çölünün otu bozarsa da hələ yataq yerləri, qışlaqlar xam idi. Ona görə C-Y gedir əsasa, A-B gedir girişə, D gedir nəticəyə. Elə girişi tapmaqla cavabı da tapa bilərsiniz. 393. Hansı fikirlər mətni məzmunu ilə səsləşmir deyir. Deməli, ehtiyat olmayan yerdə heç bir hikmət kömək edə bilməz. Mətndə hikmətdən söhbət getmir. 1. Beynimizin qəbul edə bilməsi üçün əvvəlcə gözümüzü görməyə gərəkdir. Bu aiddir. Niyə? Çünki Məmmədin igidliyini gördülər deyənə, sonra beyinləri onu gəlmə olduğunu xatırlamadı. 2 aiddir deyə D-ni, Y-ni silirəm. C-ni də silirəm. Əlindən iş gəlməyənin başına iş gəlir. Burada əlindən iş gəlməyən, Gülpərinin əlindən iş gəlmədiyini hardan bilirsən? Belə bir şey yoxdur. 4-də deyir, yalnız əməllərinlə özün haqqında fikirlər dəyişə bilərsən. Bunu Məmmədə aid edə bilərik. Həqiqətən də Məmməd öz əməlləri ilə cəmaatın ona olan münasibətini nə dəyişdi? 4 də var. A-nı da silirsən, qalır B. Məqsədinə çatmaq üçün batan tikanlı gül kimi qoxlaya bilsən qazanarsan. Batan tikanlı gül kimi nə əlaqə? 105 B variantı. Keçdik 394-də. Mətndə üzərinə rəqəm yazılmış sözlərin kontekstə görə qarşılığının işləndiyi cümlə. Çalışın ki, imtahanda üzərinə rəqəm yazılan sözləri oxuduğunuz an dairələyin. Çünki çox balaca yazırlar rəqəmi və açıq suala versən, sən hər hansı birini gözün görüb yazmasan, getdi o sual. Yəni, balın gedəcək. Ona görə görən kimi yumrulayın həmişə. 4 dənəsi var eləmi? 5 də var. Bax, 5 birinci görmə. Deməli, mənaları Kür sahilinə tökülürdü. Boz dağların dibini qazıyır. Sahilə çatmağa, suyun üzünə qalxıb, boğulub batdığını. Heç nə, gəlin indi baxaq görək hansıların qarşılığı işlənir. Deməli, uşaqların səsinə bütün qonşular həyətə gəldilər. Həyətə töküldülər.
Kontekstə görə qarşılığını. Güclü şırnaq torpağı oyub dərin bir deşik yaratmışdı. Dərin bir deşik yaratmışdı. Dibini qazıyıb deyə bilərik. Güclü şırnaq torpağı oyub qazıyıb deyə bilərik. 2 var. 2 varsa B-ni silirəm, C-ni silirəm. Bu ət 5 nəfərin xörəyinə yetişər. Çatar anlamında. Buradakı yetişər. Buradakı söz nə idi? Sahilə çatmaq. Sahilə çatmaqla, yəni sahilə çatmaqla xörəyə yetişmək eyni anlamda deyil. 3-ü silirsiniz. Y getdi. A da getdi. Qalır D. 1, 2, 4. Birdə deməli, həyətə gəldilər, həyətə töküldülər. Olur. Yağış yağdığı üçün kəndin yollarında palçıq dizə çıxmışdı. Palçıq dizə çıxmışdı. Palçıq dizə çıxmışdı. Sözlərim. Yağış yağdığı üçün palçıq dizə çıxmışdı. Hə, dizə qalxmışdı. Bax, qalxıbın qarşılığı var orada. Qalxıbın qarşılığı hardadır? 4-də. Cavab olur 1, 2, 4. Gəldilər, töküldülər, oyub, qazıyıb. Bir də 4-də də dizə çıxmışdı. Sözcüğü yadımdan çıxdı. Dizə çıxmışdı, dizə qalxmışdı. 1, 2, 4. Cavab olur D variantı. Sonra 395-də deyir, əvvəlinə Roma rəqəmi yazılmış hansı cümlə mətnindən çıxarılsa, cümlə əslində əlaqə pozulmaz. Deməli, baxırıq cümlələri bir-bir silməyə. Məsələn, biri silsək, burada kimin Kəsəmən cəmaatını itirmiş olacaq. Çünki birinci abzasda Kəsəmən cəmaatından danışmır. Ancaq birinci cümlədə Kəsəmən cəmaatından danışır, düzdürmü? Yəni, böyük, kiçik yeri bilən uşaqdan şikayəti yox idi. Kimin? Kəsəmən cəmaatının. Subyekti itirmiş olaraq. Biri silə bilmərəm. İkini silsəm, elə bir səbəbi silərəm. Deyir, məskunlaşdığı vaxtdan ildən artıq keçmişdi, amma hələ də gəlmə adlandırılması Məmmədə ağır gəlir. Elə bil, mən ikini silsəm, buna baxmayaraq hələ də gəlmə adlandırılması. Nəyə baxmayaraq? Elə bil, sanki səbəbi silmiş olaram. Üçüncüsü isə Gülpərini itirəcəm elə bil ki, cümlədə. Qaşqa Madyan öz qulunu ilə sahilə tutmaya çalışırdı. Elə bu məqamda onun ayağı sürüşdü. Sanki Madyanın ayağı sürüşdü, amma Gülpərini ayağı sürüşür. Düzdürmü? Yəni 3-ü də silə bilmərəm. 4-də deyir, hər iki sahildən cavan oğlanları, qoçaq kişiləri özlərini çaya atdılar. Qızlar hay-həşir qopardılar. Elə bil, mən 4-ü silsəm, deyirəm, qızlar hay-həşir qopardılar, onların arasında Məmməd də vardı. Qızların arasında Məmməd var idi. 4-ü mən də silim. Deməli, onların arasında Məmməd də var idi. 5-i silsəm, problem yoxdur. Yəni, Məmməd də özünü suya atanların içərisində var idi. 4-ü silməyəcəm axı. Deməli, hər iki sahildən cavan oğlanlar, qoçaq kişilər özlərini çaya atdılar. Onların içində Məmməd də var idi. Gəl 5-i sil. Onsuz da 5 ilə 4 eyni şeydir. Sadəcə mən 4-ü ona görə silə bilmərəm ki, orada deyir, qızlar hay-həşir salırdı. Onların içində Məmməd də vardı. Məmməd qızdır ki, hay-həşir salsın. 4 ilə 5 eyni olsa da məzmun olaraq 4-ü silmək olmaz, 5-i silmək olar. Çünki özündən əvvəlki cümlə ilə ardıcıllıq itir 4-ü siləndə. Amma 5-i siləndə itmir. Cavab olur B variantı. Aha, bayaqları 396-da ifadə vardı orada. İlxi üzən yazmışdı, deyil mi? Üzən ilxi yazılmışdı. Bir neçə dənədir, amma cədvəlimizin bir xanası var. Bir dənə sözdürmü? Məncə bir neçə dənənin altından xətt çəkilmişdi. Hə. Bağlayır, silahla. Bir də üzən idi. Hanı üzən? Hə. Fınxıra üzən.
İndi baxıram ki, deyir ifadənin mətndəki funksiyası poetik, informativ yoxsa terminoloji, digər funksiyada işlədilməsi. Yəni, məsələn, poetikdirsə, sən digər mənada informativdə işlətmək istəsənsə, informativ yazıb qabağında cümləni yazırsınız. Mən ona görə cədvəllə işləmirəm, keçirəm mətnimə və bir daha qeyd eləyirəm sözləri və baxıram. Deyir ki, getdikcə bu yerlərə daha çox bağlayırdı. Bağlayırdı poetikdir mətndə. Yəni, Məmmədi deyir, getdikcə bu yerlərə bağlayırdı. Poetikdir. İnformativdə yazaram ki, o iki ipi bir-birinə bağlayıb boğazına keçirdi. Mənası biraz cümlə oldu, biraz yaxşı, ağaca keçirdi. Sonra silah. Buradakı silah həqiqi mənadadır. Ona görə yazırsınız informativ. Poetik funksiyada yaza bilərsiniz ki, onun ən böyük silahı baxışları idi. Bu poetikdir. Bir də silahlar uşağı mülki müdafiə fənnindən bioloji silahlar anlayışı var. Kimyəvi silahlar, bioloji silahlar. Bu mənada terminolojide istifadə edə bilərsiniz ki, məsələn, bəzi müharibələrdə kimyəvi silahlardan, bioloji silahlardan istifadə olunur. Əgər çox ürəyiniz terminoloji yazmaq istəyirsə belə yazın. Yox, əgər poetik yazmaq istəyirsinizsə, ən rahatı poetikdir. Yazırsınız ki, onun baxışları onun ən böyük silahı idi ya da təhsil qızların ən böyük silahıdır. Yaza bilərsiniz. Sonra üzən. Üzən əlbəttə ki, mətndə üzən Hatəmxan ağam bu taydan o taya fınxıra-fınxıra üzən ilxısına tamaşa edirdi. Sonra məcazidə axı at ilxısı necə üstün, amma burada informativ yazıb. Etalonda informativ çıxıb. Poetikdə xəyallarının qoynunda üzürdü yazıb. Okey, amma at necə üstün? Qız gəlinin başında dayanır, Hatəmxan ağam bu taydan o taya fınxıra-fınxıra üzən ilxısına tamaşa edirdi. Ki, məncə burada poetikdir, çünki ilxı at ilxısı üzə bilməz. Yəni, məcazi mənada üzən yazıb. Yəni, ilxı at qaçar, yeriyər, üzməz. Ona görə məcazi düşünürəm, poetik fikirləşirəm və həqiqi mənada isə o suda üzürdü. Belə yazmaq olar. Dənizdə üzürdü. Bu şəkildə götürmək olar deyə düşünürəm. Belə. Sonra hansı sualımız var? 397-ni dedim və 399-u da dedim. Təbliğ tənqid edilə bilən xüsusiyyətlər. Təbliğ edilə bilər köməksevərlik, məsələn, yardımsevərlik. Çünki Məmməd Gülpəriyə kömək edirdi, düzdür. Tənqid edilə bilər bir insanı tanımadan, onu necə deyim, bir insanı tanımadan onu neynirlər, yargılayırlar da, belə deyim, ayrı-seçkilik. Xüsusiyyət ayrı-seçkilik. Deməli, təbliğ edilə bilər köməksevərlik, xeyrsevərlik, bir də altruizm uşaqlar. Yaza gəlir sözlərin içərisində altruizm var idi və biz demişdik ki, altruizm nədir? Öz mənafeyi ziddinə, başqasının mənafeləri uğrunda öz mənafeyi ziddinə edilən əxlaqi prinsipidir. Altruistlik. Altruizm yaza bilərsiniz. Çünki orada Məmməd öz həyatı naminə Gülpərini xilas etmək üçün çaya atılır. Qəhrəmanlıq, cəsurluq, fədakarlıq yaza bilərsiniz və dediyim cümlə ilə əsaslandıra bilərsiniz ki, Məmməd də özünü coşqun sulara vuraraq Gülpərini xilas etmək üçün can atır və xilas edir. Daha sonra Məmməd necə birisi idi? Təmkinli idi, səbirli idi. Çünki onu gəlmə adlandırmasına baxmayaraq heç vaxt heç kimə heç nə demir, təmkinlə davranır, özünü sevdirməyə bacarırdı. Tənqid edilə bilər, dediyimiz kimi, ayrı-seçkilik və inamsızlıq. Çünki onu hələ də gəlmə adlandırırdılar, baxmayaraq ki, ildən çox idi deyir, gəlmişdi. Onu hələ də gəlmə adlandırırdılar və onu digərlərindən ayırırdılar. Sadəcə bu hərəkətdən sonra ona artıq gəlmə demirdilər, belə deyək. Nöqtələrin yerinə də
Heç kəsin gözləmədiyi bir təsadüf Məmməd üçün müşkül görünən bu məsələni həll etdi demişdim. Sonra yazda həmişə selli sulu olan Dəli Kür bu günlərdə də yenə coşqun idi, coşurdu, aşıb daşırdı, aşıb coşurdu yaza bilərsiniz. Belə. Sonra 400. Mətndə tünd qara hərflə verilmiş cümlənin fikirlə ziddiyyət yaradan. Aha, bayaqları mən bunu demişdim. Tünd qara hərflərlə verilmiş cümlədə fikirlə ziddiyyət yaradan cümləni müəyyən edin və həmin cümləyə əsasən cədvəl tamamlayın. Burada deyir ki, suyun axarı Boz dağların dibini qazıyır, təpələrin uçurub göyə fışqırırdı. Amma aşağıda deyir, müvazinətini itirən qız lal suların qoynuna düşdü. Seçəcəyiniz cümlə bax budur. Müvazinətini itirən qız lal suların qoynuna düşdü. Belə əsaslandırırız ki, işlənmiş kontekstə uyğun olmayan ifadə laldır. Lal. Çünki yuxarıda yazıb fışqırır, coşur, aşır, daşır. Burada da yazıb ki, lal su. Lal yəni sakit deməkdir. Lalı dəyişirsiniz, coşqun edirsiniz. Qurtardı. Müvazinəti itirən qız coşqun suların qoynuna düşdü. Bu da belə.